Bugün sizə un məmulatlarından hazırlanan yeməklərin və şirniyyatların qaraciyərə olan zərərlərindən danışacağım. Təbii ki, bütün qidalar orqanizmə lazımdır. Lakin bu qidaları həddindən artıq istifadə etdikdə və tez-tez bunlarla qidalananda təbii ki, qaraciyərə yan təsirləri olur. Bu haqda sizə izahlı şəkildə göstərəcəm. Ağ un və şəkərlə zəngin qidalar qanda insulin səviyyəsini yüksəldir. Bu da qaraciyərdə yağ yığılmasına səbəb olur. Bu vəziyyət zamanla alkoqolsuz qaraciyər piylənməsi xəstəliyinə səbəb olur. Karbohidratlarla zəngin qidalar qan şəkərinin tez-tez yüksəlməsinə səbəb olur. Bu da insulin müqavimətini yaradır. Qaraciyər qlükozanı piyə çevirərək yığılmağa başlayır ki, bu da qaraciyər funksiyasını pozur. Rafinə edilmiş un və şəkər bədəndə səssiz iltihab yaradır. Bu da öz növbəsində fibroz, hətta sirroz riskini artırır. Trans yağlar qaraciyər hüceyrələrini zədələyir, yağ metabolizmasını pozur. Bu adətən hazır şirnilərdə, fast foodlarda, hazır popkornlarda, çipslərdə və s. ola bilir. Bəs qaraciyəri qorumaq üçün nə etməliyik? Bu zaman ağ un məhsulları əvəzinə tam taxıllı qidalardan istifadə etməliyik. Bundan başqa şəkərli şirniyyatlardan uzaq durub təbii meyvələrdən, quru meyvələrdən istifadə etmək, həyat tərzimizi daha da aktivləşdirmək, bədən çəkisini normada saxlamalıyıq.